Məlumatla bağlı daha çox iqtisadi və sosial tərəfləri diqqət çəkmək istərdim. Nəzərə alsaq ki, hazırda ölkədə məşğul əhalinin 2 milyon 414 mini məhz qadınlardır. Eyni zamanda işçi qüvvəsinin sayında qadınların sayı 2 milyon 571 nəfərdir. Amma eyni zamanda bütün bunlarla yanaşı qadınların orta aylıq əmək haqqısı kişilərin orta aylıq əmək haqqısının 69,1%-nə bərabərdir. Nəzərə alsaq ki, beynəlxalq praktikada və qlobal olaraq bu göstərici 77-80% civarında dəyişir. Xüsusən də Avropa İttifaqı üzv olan ölkələrdə 80 və daha yüksək faizlər ifadə olunur. Təbii ki, bunun bəlli və obyektiv səbəbləri var. Çünki qadınların ən çox çalışdığı sektor, sahə təhsil sahəsidir. Belə ki, əmək müqaviləsi ilə çalışan qadınların 722 mindən çoxu, 722 min qadının 242 mindən çoxu məhz bu sahədə fəaliyyət göstərir. Bu da bütövlükdə əmək müqaviləsi ilə, yəni muzlu qadın işçilərinin 33,6%-nin təhsil sektorunda çalışması anlamına gəlir. Və təbii ki, səhiyyə və sosial sektorda qadınların üstünlük verdiyi digər iki mühüm sektorlardır. Amma nəzərə alsaq ki, orta aylıq əmək haqqı Azərbaycanda daha çox mədən çıxarma, eləcə də maliyyə sektorundadır və bu sahələrdə çalışan qadınların sayı az olduğuna görə bu bütövlükdə qadınlarla kişilərin orta aylıq əməkdəki əmək haqqı fərqinə birbaşa təsir göstərir. Və bu kontekstdən təbii ki, Milli Məclisdə də qanunvericiliyin təkmilləşdirilməsi həyata keçirildi və xüsusən də qadınların nisbətən ağır hesab olunan sektorlarda işlənməsi ilə bağlı qanunvericilikdə olan qadağaların aradan qaldırılması praktik olaraq qadınlarla kişilər arasında əmək haqqı fərqinin minimumlaşmasına və getdikcə azalmasına gətirib çıxarır. Bu kontekstdə təbii ki, mən xüsusən də iqtisadi və sosial baxımdan dəstəklənmədə Milli Məclisin fəaliyyətini xüsusilə qeyd etmək istərdim ki, qanunverici bazarının təkmilləşməsi məhz bu fərqin mərhələli şəkildə aradan qaldırılmasına gətirib çıxarır. Eyni zamanda çox qısa olaraq mən bir sıra təkliflərimi təqdim etmək istərdim. Təbii ki, qadınların iqtisadi baxımdan güclənməsi, eyni zamanda həmin vətəndaşlarımızın maliyyə resurslarına çıxış imkanını artırılmasını tələb edir. Ona görə daha məqsədə uyğun olardı ki, Azərbaycan Respublikası Sahibkarlıq İnkişaf Fondu tərəfindən təqdim olunan güzəştli kreditlərdə qadınlara kreditlərin təklif olunması prioritet istiqamətlərdən biri kimi göstərilsin. Hazırda həmin fondun təqdim etdiyi kreditlərdə qadın sahibkarların cəlb etdiyi kreditlərin payı bir rəqəmlidir və təbii ki, prioritet istiqamət olaraq müəyyənləşməsi nəticə etibarən qadınların güzəştli kreditləri çıxış imkanlarını artıra bilər. Eyni zamanda nəzərə alsaq ki, qadınlarla kişilərin əmək haqqı arasında fərq var. Ona görə yaşa görə əmək pensiyası hesablanan zaman qadınların pensiya kapitalının bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi xüsusi əmsallara vurulması və xüsusi əmsalların tətbiq edilməsi yolu ilə qadınlarımızın pensiya məbləğlərinin artırılması məqsədə uyğun olardı. Bu xüsusən də qadınlarla kişilər arasında əmək haqqı fərqi aradan qaldırılacaq tətbiq edilə biləcək bir mexanizmdir. Eləcə də pensiya yaşı ilə bağlı güzəştlərin kateqoriyasına baxılması və keyfiyyət göstəricilərindən meyarların istifadə olunması məqsədə uyğun olardı və tək qadınların daha tez pensiya çıxma hüququnun verilməsi keyfiyyət meyarı olaraq qanunvericiliyə gətirilməsini məqsədə uyğun hesab edirəm.